Gizli ayinlər, pentaqramlar, qurbanlar, qan və demonlar. Populyar mədəniyyətdə satanizm anlayışı adətən bu obrazlarla təqdim olunur. Seriallarda, qorxu filmlərində, xüsusilə də metal musiqinin vizual dünyasında şeytançılıq demək olar ki, həmişə qaranlıq və təhlükəli bir kult kimi göstərilir. Bu təsvirlər kollektiv şüurumuzda o qədər dərin yer tutub ki, çoxları üçün satanizm real bir fenomen deyil, qorxu janrının ayrılmaz parçası kimi görünür. Amma sual açıq qalır. Satanizm həqiqətən mövcuddurmu? Əgər mövcuddursa, onun populyar mədəniyyətdə gördüyümüz bu obrazlarla nə dərəcədə əlaqəsi var? Daha da önəmlisi, şeytan anlayışının tarixi inkişafı bizə din, sekularizm və müasir ideoloji hərəkətlər haqqında nə deyə bilər? 1980-1990-cı illərdə bu suallar Qərb dünyasında xüsusilə kəskinləşdi. Həmin dövrdə güya gizli satanist ayinlərin keçirilməsi, satanist kultların insan qurban verməsi, musiqidə şüuraltı mesajlar vasitəsilə zorakılığa təşviq edilməsi ilə bağlı saysız hesabsız iddialar ortaya atıldı. Bu dalğa satanist panikası adı ilə tanındı. Qorxu o qədər geniş yayıldı ki, bir çox insan heç bir real sübut olmadan məhkəmələrə çıxarıldı, damğalandı və həyatları geri dönülməz şəkildə zədələndi. Əslində bu hadisə tarix üçün yeni deyildi. Xristian tarixinin istənilən dövrünə baxdıqda görürük ki, şeytanla əlaqə ittihamları demək olar ki, həmişə kilsənin xoşuna gəlməyən qrupları bidətçi elan etmək üçün istifadə olunub. Bu iddiaların böyük əksəriyyəti isə sübutsuz və uydurma olub. Yəni satanist damğası tarix boyu çox vaxt həmin qrupun özünü necə gördüyündən deyil, ona kənardan baxanların qorxularından yaranıb. Şeytanın mütləq şər obrazı, Tanrıya qarşı çıxan, insanları aldadan, demonlar vasitəsilə dünyaya qorxu yayan bir varlıq kimi təsviri əsasən erkən xristianlıq dövründə formalaşmağa başlayır. Şeytan sözü semit mənşəlidir və İbranicədən gəlir. Əhd-i Ətiqdə bu söz qarşı duran, ittihamçı mənasında işlədilir. Ən məşhur nümunə Əyyub kitabındadır. Burada bir satan Əyyubun sədaqətini şübhə altına alır və Tanrıya onu sınağa çəkməyi təklif edir. Vacib məqam budur ki, bu mətnlərdə satan xüsusi bir ad kimi deyil, funksional bir rol kimi istifadə olunur. Yəni burada Tanrıya qarşı duran müstəqil bir şər varlıqdan yox, müəyyən bir ittihamçı fiqurdan danışılır. Sonrakı xristian şərhlərini kənara qoysaq, Əhd-i Ətiqin özündə bugün bildiyimiz mənada bir şeytan obrazı demək olar ki, mövcud deyil. Lakin İsa dövrünə və yeni Əhd-i Ətiq mətnlərinə gəldikdə mənzərə dəyişməyə başlayır. Bu dövrdə Yəhudi dünya görüşünə apokaliptik düşüncə güclü təsir göstərmişdi. Yaxşı ilə şər arasında kosmik mübarizə, yaxınlaşan qiyamət günü və mühakimə anlayışı ön plana çıxır. Tədqiqatçıların bir qismi bu dəyişikliklərdə zərdüştlüyün təsirini də qeyd edir. Yeni Əhd-i Ətiqdə şeytan artıq şərin şəxsiləşmiş forması kimi təqdim olunur. O səhrada İsanı sınağa çəkir, Vəhiy kitabında isə üsyankar mələklərin lideri kimi çıxış edir. Yunan dilinə edilmiş tərcüməsində ivritcə ha satan sözü diabolos kimi çevrilir. Bu termin sonradan devil, yəni şeytan anlayışının əsasını qoyur. Erkən xristian teologiyası inkişaf etdikcə, şeytan obrazda getdikcə genişlənir. Məsələn, Yaradılış kitabındakı cənnət ilanı sonradan geriyə dönük şəkildə şeytanla eyniləşdirilir. Beləliklə, bugün tanıdığımız şeytan fiquru tədricən formalaşır və xristian teologiyasında mühüm, hərçənd həmişə mərkəzi olmayan bir rol alır. Bu inkişaf paralel şəkildə İslamda da öz əksini tapır. İslamda şeytan anlayışı daha genişdir. Şeytan termini bəzən konkret varlıqdan çox azdırıcı qüvvələri ifadə edir. Şəxsi ad olaraq isə iblis ön plana çıxır. O da Tanrının əmrinə tabe olmayaraq Adəmə səzdə etməyi rədd edir və bunun nəticəsində lənətlənir. Hər iki dində şeytan artıq sadəcə bir rol deyil, kosmik miqyasda şərə qarşı duran bir simvolik fiqura çevrilir. Tarix boyu satanist anlayışı demək olar ki, heç vaxt insanların özlərini necə tanımlaması ilə bağlı olmayıb. Bu ad daha çox kilsənin və dini hakimiyyətin xoşuna gəlməyən qruplara yapışdırdığı bir etiket rolunu oynayıb. Orta əsrlərdə şeytanla əlaqə iddihamı
bidətçiliyin ən ağır forması hesab olunurdu və bu iddihamın özü belə məhv üçün kifayət edirdi. Buna klassik nümunələrdən biri 12-13-cü əsrlərdə Fransanın cənubunda fəaliyyət göstərən Katar hərəkatıdır. Katarlara tez-tez satanist deyirdilər və bu onların tamamilə məhvinə ideoloji zəmin yaratdı. Halbuki onların dünya görüşü şeytana sitayiş üzərində qurulmamışdı. Əksinə, Katarlar fiziki dünyanı şər hesab edir, onu şeytanın yaratdığı bir həbsxana kimi görürdülər. Onların məqsədi bu maddi aləmdən uzaqlaşıb həqiqi tanrıya çatmaq idi. Yəni şeytan onlar üçün ibadət obyekti deyil, qaçılması lazım olan bir varlıq idi. Buna baxmayaraq kilsə onları satanist adlandırmaqdan çəkinmədi. Erkən modern dövrdə, təxminən 15-18-ci əsrlər arasında şeytan anlayışı daha da qorxulu və konkret bir forma aldı. Bu dövr cadugərlik ovları ilə yadda qaldı. 10 minlərlə insan, əsasən qadınlar, cadugərlik və şeytanla əməkdaşlıq iddihamı ilə mühakimə olundu və edam edildi. Burada şeytan artıq sadəcə insanı günaha sövq edən daxili bir pıçıltı deyildi. O fiziki dünyada real şəkildə fəaliyyət göstərən, bəşəriyyətə bilavasitə zərər verən aktiv bir qüvvə kimi təsəvvür edilirdi. Bu mərhələdə şeytan artıq insanın içindəki zəifliklərin simvolu deyil, maddi aləmdə birbaşa təsir göstərən, təhlükəli varlıq kimi qavranılırdı. Cadugərlərin şeytanla real və fiziki əməkdaşlıq etdiyi düşünülürdü. Bu yanaşma qorxunu daha da dərinləşdirir, eyni zamanda zorakılığı legitimləşdirirdi. İslam dünyasında bu qədər geniş miqyaslı cadugər ovları olmasa da, oxşar mexanizmlərə rast gəlinir. Məsələn, Yezidilər bəzi müsəlman qruplar tərəfindən şeytanpərəst olmaqda ittiham ediliblər. Bunun səbəbi onların dini sistemində Mələk Taus adlı fiqurun mühüm yer tutmasıdır. Bu fiqur bəzi müsəlman şərhlərində iblislə eyniləşdirilib. Tarix boyu satanizm anlayışı əsasən bir ittiham aləti olub. Kimsə özünü açıq şəkildə satanist adlandırmırdı. Bu termin başqalarını bidətçi, təhlükəli və məhv edilməli kimi göstərmək üçün istifadə edilirdi. Bu vəziyyət yalnız 19-cu əsrdə dəyişməyə başlayır. Məhz bu dövrdə ilk dəfə olaraq şeytan fiquru mənfi obrazdan çıxarılaraq fərqli, bəzən müsbət, bəzən simvolik şəkildə yenidən şərh olunur. Bu dəyişimin kökləri romantizm dövrünə gedib çıxır. Romantik şairlər şeytanı üsyanın, avtoritetə qarşı çıxışın simvolu kimi təqdim edirdilər. Onlar üçün şeytan dini və siyasi hakimiyyətə qarşı metaforik bir fiqur idi. Bu yanaşmanın ilham mənbələrindən biri John Milton'un İtirilmiş Cənnət əsəri idi. Milton'un özü bunu məqsəd qoymasa da, romantik oxunuşda şeytan Tanrıya qarşı çıxan, azadlıq axtaran qəhrəman kimi görünməyə başladı. Beləliklə, satanizm ilk dəfə real olaraq bir identiklik kimi formalaşmağa başlayır. Amma bu hələ ibadət və ya şeytana inancla bağlı deyil. Daha çox simvolik, fəlsəfi və mədəni bir mövqedir. Şeytan burada Tanrıya qarşı çıxan şər varlıq deyil, dini doqmalara, əxlaqi məhdudiyyətlərə və avtoritetə qarşı çıxan üsyanın obrazına çevrilir. Teosofiya kimi hərəkatlarda şeytan və ilan fiquru bilik gətirən, insanı şuur baxımından oyadan simvol kimi təqdim olunur. Yaradılış hekayəsi tamamilə tərsinə çevrilir. Qadağan olunmuş meyvə artıq günah yox, bilik və idrakin başlanğıcı sayılır. Bu baxışla şeytan real xarici varlıq deyil, insan şuurunun, azad düşüncənin və daxili oyanışın simvoludur. Bu nöqtədə artıq açıq şəkildə demək olar ki, satanizm ən azından ideya səviyyəsində müasir dövrün məhsuludur. 19-cu əsrdə formalaşan bu simvolik və fəlsəfi yanaşmalar 20-ci əsrdə artıq daha açıq və sistemli formalar almağa başladı. İlk dəfə olaraq bəzi şəxslər və qruplar şeytan fiqurunu dünya görüşlərinin mərkəzinə qoyaraq özlərini açıq şəkildə satanist və ya Lusiferci kimi tanımladılar. Bu mərhələ satanizmin tarixində əsas dönüş nöqtəsidir. Bu kontekstdə erkən fiqurlardan biri Stanislav Przybyszewski idi. Onun dünya görüşündə şeytan maddi dünyanın yaradıcısı olmaqla yanaşı, intellektual azadlığın, düşüncənin və fərdi iradənin mənbəyi kimi təqdim edilirdi. Xristian tanrısı isə əksinə, itaəti, özündən imtinanı və ruhən kasıblaşmanı tələb edən məhdudlaşdırıcı fiqur kimi şərh olunurdu. Burada şeytan artıq qaçılması lazım olan şər deyil, izlənilməsi gərəkən azadlıq prinsipinə çevrilirdi. Ben Kadosh da oxşar şəkildə Lusiferci kimliyini açıq şəkildə qəbul edən fiqurlardan idi. O Luciferi tarix boyu yanlış anlaşılmış bir varlıq kimi təqdim edir və onu xristianlıqdan əvvəlki pagan tanrıları ilə əlaqələndirirdi. Onun düşüncəsində Lusifer həyat enerjisi, yaradıcılıq, məhsuldarlıq və maddi dünyanın zövqləri ilə sıx bağlı idi.
Bu yanaşma şeytan fiqurunun məhsuldarlıq və cinsi simvolizmlə əlaqələndirilməsinə yol açdı. Bu motivlər sonradan satanist estetikanın ayrılmaz hissəsinə çevrildi. Bununla belə bu fiqurların heç biri uzunömürlü və təşkilatlanmış hərəkat yarada bilmədi. Bu baxımdan ilk real və davamlı satanist qurum 1960-cı illərdə Anton LaVey tərəfindən yaradılan şeytan kilsəsi oldu. LaVey açıq şəkildə ateist idi. Onun satanizmində şeytan real varlıq deyil, simvol idi. Bu simvol insanın təbii instinktlərini, fərdi azadlığını, həzzini və rasional düşüncəsini təmsil edirdi. Din isə ona görə insan təbiətinə qarşı yönəlmiş süni məhdudiyyətlər sistemidir. LaVey'in yanaşması İnsanın özü öz tanrısıdır fikri üzərində qurulmuşdu. Bu satanizm növü fərdi məsuliyyəti ön plana çəkirdi. İnsan nə günahlarını tanrıya, nə də bədbəxtliyini taliyə yükləməlidir. Hər kəs öz həyatına cavabdehdir. LaVey'in təqdim etdiyi 9 satanist tezis və 11 qayda həm qəsdən provokativ, həm də müəyyən mənada ironik idi. Bu yumor və teatrallıq onun sisteminin əsas elementlərindən biri idi. Məqsəd inanmaq yox, sarsıtmaq idi. LaVey üçün rituallar mistik aktlar deyil, psixoloji dramlar idi. Onlar insanın öz davranışını və emosional vəziyyətini dəyişmək üçün səhnələşdirilmiş simvolik hərəkətlərdən ibarət idi. Burada fövqəltəbii güclərə inam yox idi, amma qəsdən saxlanılan bir qeyri-müəyyənlik vardı. Bu nöqtədə satanizm iki əsas kateqoriyaya bölünməyə başladı: ateist satanizm və teist satanizm. Ateist satanizm bugün də ən geniş yayılmış formadır və şeytan kilsəsi ilə məhdudlaşmır. Burada şeytan yalnız üsyan, azadlıq və qeyri-konformizmin simvoludur. Teist satanizm isə şeytanı real ruhani varlıq kimi qəbul edən daha az saylı qruplara əhatə edir. Bu kateqoriya daxilində də ciddi fərqlər mövcuddur. Bəziləri Lusiferi bilik və nur gətirən fiqur kimi yenidən şərh edir, bəziləri isə xristian demonologiyasındakı şeytan obrazını olduğu kimi qəbul edib ona ibadət edir. ...1990-cı illərdə Norveçdə bəzi qruplar satanizmi təkcə estetik yox, real inanc kimi qəbul edir, kilsə yandırmaları və hətta qətillərlə bu mövqeyini ifadə edirdilər. Amma bu hadisələr satanist panikasının yaratdığı ümumiləşdirmələrə səbəb oldu və əksər satanist cərəyanları düzgün təmsil etmədi. Bu hallar nadir və ekstrem idi. Müasir dövrdə satanizmin ən təsirli və təşkilatlanmış forması satanist məbəddir. Bu hərəkatda ateistdir. Lakin LaVey satanizmindən fərqli olaraq fərdi həzzi deyil, sosial ədaləti, feminizmi, bədən üzərində muxtariyyəti və din-dövlət ayrılığını ön plana çəkir. Şeytan burada patriarxal və avtoritar strukturlara qarşı simvolik müqavimət figurudur. Satanist məbəd açıq şəkildə siyasi və aktivist mövqe tutur. Onun prinsipləri mərhəmət, empatiya, rasionalizm və elmi düşüncə üzərində qurulub. Maraqlıdır ki, bu hərəkatın üzvlərinin əhəmiyyətli hissəsi qadınlardır. Bu isə əvvəlki satanist cərəyanlarla kəskin ziddiyyət təşkil edir. Beləliklə, satanizm anlayışı vahid və sabit bir məfhum deyil. Tarix boyu bu söz bidət ittihamı, qorxu aləti, ədəbi simvol, fəlsəfi mövqe və nəhayət müasir identilik formasına çevrilib. Bəzən sağçı ekstremizmə, bəzən isə solçu progresiv ideologiyalara xidmət edib. Bu ziddiyyətin özü şeytan fiqurunun niyə bu qədər güclü və davamlı olduğunu izah edir. Nəticə sadə deyil, amma aydındır. Satanizm haqqında danışarkən qorxu filmlərinin dili ilə yox, tarix, ideologiya və simvolizm prizmasından baxmaq lazımdır. Əks halda biz yenə də min illərdir təkrarlanan bir səhvi edərik. Anlamadığımız şeyi demonlaşdırarıq.